Riyaziyyatı öyrənə bilməməyinizin növbəti səbəbi düzgün strategiyanın olmamasıdır. Riyaziyyatı öyrənmək yalnız kitab oxumaq və dərsi dinləmək işi deyil. Əgər siz riyaziyyatı öyrənmək istəyirsinizsə, mütləq düzgün strategiya ilə öyrənə bilməlisiniz. Məsələn, bir mövzudur, bir mövzu götürək, faiz mövzusu. Bu mövzunu siz öyrənmək istəyirsiniz. Əgər siz qaydaları tam formada əzbərləmək istəyirsinizsə, bu formada siz məsələn faiz mövzusunu öyrənə bilməzsiniz. İlk növbədə nə etməlisiniz? Mövzunu hissələrə bölün. Hər mövzunu öyrənin və dərk edin. Sonra mövzuları bir-birləri ilə əlaqələndirin. Həmin hissələri bir-birləri ilə əlaqələndirin. Belə siz daha rahat öyrənə bilərsiniz. Və riyaziyyatda hər mövzuda demək olar ki, düsturlar olur. Həmin düsturları əgər öyrənmək istəyirsinizsə, düsturları misallar üzərində tətbiq edin. Düsturların yaranma səbəblərini bilin. Bu qaydalara riayət etsəniz, siz riyaziyyata aid bütün mövzuları